deyəndə mənəm də kim olacaq? Sənə nə var kimdir? Sənə qalıb kim olduğu. And dolu Allaha, sənə bir dənə şillə qoyaram. Küçük səsi çıxardarsan. Az nəfər yəni nəyin? Sənə qalıb nəyim olduğu. Mən başımı niyə xarab edirsən sən gecə-gecə? Bax, Qafqaz 3-cü mərtəbədəyəm, səninlə danışıram, sən səs atdanda. Allah'ım oldu, tutaram sənin saçından, sürüyə bax çıxardaram bu 3-cü mərtəbəyə, buradan buraxaram bir və pırt eləyərsən bir dəfə. Başa düşdün? Hələ var ha, səni elə cıraram, ölkənin bütün dərziləri yığılsa sən tikə bilməz. Başa düşdün az? Leş, başımı xarab eləmə. Allah Taala onu sahibinə bağışlayacaq. Sən heç narahat olma ondan. Amma Allah Taala səni sahibinə bağışlamayacaq, mən ona yanıram. Səni var ha, sənə ahirəti bəxş eləyəcək Allah Taala. Sənin o iki gözünü bir deşikdən çıxardaram. O uğraşla səni təpəgöz deyərlər. Az telefonda deməklə deyil, telefonda dil ötməklə deyil. Burada olursan şirpələn ki, yanıma gəlirəm, olursan çəpiş balası. Mən başımı niyə xarab edirsən sən? Sən xalta taxıb gəzdirməyim də şəhərin küçələrində. Allah sənə rəhm eləsin, çünki mən sənə heç rəhm eləməyəcəm. Sən darıxma. Səni var ha, səni gəlib mumyalamasan, məndən pis adam yox. Sən səbirli ol, sən kəfən də düşünürsən, səni mumyalayıb bastırasam, sən darıxma. Hər axşam mənlə danışam.